Sizden soruşacağım uşaqlar, burada necələrini eləmişəm. Boş şeydir. Fayda 40'ın 50 faizi anladık ne dedi. Demek 30'un 40 faizi neçə eləyir? 12. 40'ın 50 faizi. Demek bu birinci hisse, bu birinci qaydanı bildik. Bu nedir? Ədədin hər hansı faizini tapmaq üçün. Ədədi faiz göstərəndə vurup 100'e bölür. Mesela 30'u vururuq 40'a, bölürük nəyə? 100'e. Bu 100. Burada bir 10 vuruğu burada var, bir 10 vuruğu burada. Bunlar hesap edildik, 12. Mesela bilmeli ki 20'nin 30 faizi 6. 60'ın 40 faizi neçə deyir? 60'ın 40 faizi. Hə. 24. 40'ın 50 faizi desem 50'ni 10 faiz artıraq 55. Şimdi biz bunu anladık kuzum. Demek bu 3-4 ders, her ders bir 20 dakika dersten alacağız. Bu faizi öğretecek ki topludan çalışmaları kesebilek. Ama burada 3 tane mesele var. Biri budur. Bu ədədin hər hansı faizini tapmaq. O həmin şeydir ki 30'a 40'a vurup bölürük 100'e. Ama bu iki mesele bunu mən neçə illərin müəllimiyəm, onları əzbər bilmirəm. Hansı məsələyə tətbiq edib gərək düşünəm. Aydındır. Bunlar bir-birinə oxşardır, değil mi? Buna tənasib o qədər də ehtiyac yoxdur. Amma burada biz məsələləri eləmək üçün hazırlamışam. Əvvəlcə o verilən məsələni oxuyanda anlamaq lazım. Nədən danışılır? Demək, biz bilirik ki, nəyin faizindən danışılır? Nədir o? 100 faiz. Nəyin faizindən danışsa onu 100 faiz götürməliyik. İndi bax, burada 3 dənə məsələ, fərqli məsələ qoymuşam. Üçü də bizə faizdə sonda gələcəyimiz son halı budur. Nə faiz məsələsi gələcək sonu buna. İndi burada deyil, 50'nin 20 faizini tapın. Qolum. İndi burada ne eləmək lazımdır? Bu Dədə Baba tənasibində keçən dərsdə, izah elədində tənasiblərdə bu şəkildə də yazılır. İndi burada faizin altından, ədədin altına yazmalıyıq. Amma əvvəlcə biz dərk eləməliyik. Bu riyaziyyatı qoyaq qırağa. Deyir ki, 50'nin 20 faizini tapın cümləsində. Nəyin faizindən danışılır? Bu Azərbaycan 50'nin faizindən. Ona göre yazırıq 50'ye nə? 100 faiz. 20 faizinde de yazık 20 faizinde de x olmasına uygun A olsun. A'ya da 20 faiz. Şimdi burada demek A'nı vuracaq 100'e, 100 vuraq. A tənasüblə birlikdə belə vurulur. Bu buna, bu da buna. 100 vuraq A bərabərdir nəyə? 20 vuraq 50'ye. Sonra buradan A'nı tapanda demek bir başa yazıram. A bərabərdir 20 vuraq 50 bölə 100. Bu en asan məsələdir. Buna belə tənasübə ehtiyac yoxdur. Aydındır. Sadece olarak biz cümleden neyin faydadan tapılması təyinləmək üçün onu yazdım. Şimdi yazıram. 50'nin neçə faizi 20'dir. Bu Azerbaycan dilinde verilmiş bir cümledir. Size öyle bir sual olunur oradaki. Deyin gör uşaqlar. Burada neyin faizinden danışır? Yine 50'nin. 50'nin neçə faizi 20'dir. Yazırıq 50'ye ne? 100 faiz. Neçə faiz 20'dir? Buraya da x faizi. Aydındır. Burada faiz yazaq. Ne? X faizi nedir? 20'dir. Şimdi buradan da tənasibindən x vuraq 50 bərabər 20 vuraq 100. X bərabər olur ne? 20 vuraq 100 bölək ne? 50. Bu şəkildə siz anlamlı olarak, yani anlayarak həll etmenizi göstərirsiniz belə həll edəndə. Şimdi biri de var ki deyir ki, hansı ədədin 20 faizi 50'dir. Yenə riyaziyyat kənar cümlədən biz tapa bilməyik. Hansı ədədin 20 faizi 50'dir cümləsində nəyin faizindən danışılır? Bilinmeyen bir ədəd. Ay maşallah. Artıq biraz düzəlmiş. Demək, bilinmeyen ədədin. İndi ikinci sırada bunu izah eləmişim. Bu dərsin əvvəlində izah eləmişim. İndi də artıq normaldır, değil mi? Demək, hansı ədədin 20 faizi 50'dir deyəndə bilinmeyen bir ədəd. Onu A, B, S, X nə istəyirsiniz götürə bilər. Mən məsələn C götürəm. C'yə 100 faiz. 20 faiz nədir? 50 yazırıq belə alt-alta. Ama biri götürür 20 faize 50 yazır. Baxan ki bunu görüp sonra da S'ye 100 yazır. Bu anlaşılır ki bu anlamayıb nədir. İlk önce biz təyin eləməliyik. Nəyin faizindən söhbət gedir. Aydındır. Buradan da S'ni tapanda S bərabər olacaq. Demek 20 S bərabərdir. 50 bıraq 100. Böyle neçə? 20. Aydın. Bu məsələlər çox oxşardır. Belə də düstur kimi baxsaq çox oxşardır. Bu məsələlərə sual qoymuşam ki, bunları bu şəkildə eləyəni mən qəbul eləmirəm. Aydındır. Bunu illərdir təcrübədən keçmişik. Sizi kimdə çətinlik çəkənlərə mən 5 dərsdə demirəm ki, hamıya hər dərs bir 20 dəqiqə bundan məşğul olmuşuq, işimizə davam eləmişik.
Dərsimizi keçib davam eləmişik. Gələn dərs yenə bir 20 dəqiqə məşğul olmuşuqsa 5 dəqiqədən sonra artıq anlaşılıb ki, qrup topluda çalışma yazmağa hazırdır. Anladıq mı uşaqlar bunu? İndi soruşaq. Əgər biz anladıqsa, bu bir məsələnin tənasibidir. Buradan silirəm ki, siz bunu görməyəsiniz. Aydındır, buradan istifadə eləməyəsiniz. İndi əgər anlamışıqsa, buna bir məsələ qurun. Cümlə ilə bu məsələni deyil. Kim deyər? Hə. Yerindən danışma. 1000 dəfə deyirik. Yerindən danışma. Quzum buyur. Bu 40'dır, bu da 20'dir. Bu da ilk sayı. Sakit ol oğlum. Sana sual verdi. Olmadı ki bu siz. Mənə bilən lazım değil oğlum. Mən kim anlamıyor ondan soracağım. Desin müzakirə edək. Hatta senden soracağım. Cevap verdim. Tutarda öğrendi elə mi? Olmadı ki. Ha kuzum bir de görüm kuzum. Bəli, 40'ın neçə faizi 20'dir. Bu məsələni başqa bir cümlə ilə, başqa kim deyə bilər? Hə. Yox, doğru deyil. De görüm. Yerində dayanamırdın. De. O dedi ki, 40'ın neçə faizi 20'dir. Sən bu məsələni başqa bir cümlə ilə de. De görüm hələ. Bəli, cəbrəli. Hə, maşallah olsun hələ. Təşəkkür. Artıq yavaş-yavaş hələ başlayıb işləməyə də. Elə mi oğlum? Maşallah olsun. Keçəyləş. Aydın da oğlum. Burada deyə bilər, məsələdir. 40'ın neçə faizi 20'dir. Belə cümlə qura bilərik. 20, 40'ın neçə faizi belə də cümlə qura bilərik. Aydın da. Elə bir deyirlər ki, Elbrus müəllim, tutaq ki, Əli müəllimdən neçə yaş kiçikdir. Yaxud da Əli müəllim Elbrusdan neçə yaş böyükdür. Aydın da. İndi bunun tənasibini kim qurar? Qur görüm quzum mən. Qursan maşallah olsun sənə quzum. Hə, de görək hə. Ay maşallah olsun. Hansı ədədin 10% nədir? 20'dir. Başqa bir cümlə ilə kim deyər? Bəlkə bir dəqiqə. Yer quzum, yerinizdən danışmayın da. Bu olmadı ki. Bax soruşdum, cavab verdin. İndi sən çətin deyilən mi quzum? Hə? Sən nə deyirsən? Sultan. Bu deyir ki, hansı ədədin 10% 20'dir. Başqa cümlə ilə sən necə deyərsən? Hə, de görüm şimdi. Ay maşallah olsun. Demək Azərbaycan yaxşı oxusan. Riyaziyyat sənin üçün çox çətin, çox. Amma bəli, 20 hansı ədədin 10%'dir. Aydındır. İndi burada nə məsələ olsa, məsələn deyirlər ki, Elbrus müəllim getdi mağazaya, onun cibində 50 manat pulu var idi. Tutaq ki, 50 manat pulu var idi, aydındır. 50 manat. O pulunun 20%'ni xərclədi. 20%'ni xərclədi. Neçə manat pul xərclədi deyəndə, siz mənə də eləmişəm, mən soruşacağım sizdən inşallah. Deyin görüm, bu tənasib, yəni bu tənasibləri necə qurmurduq orada? Necə demiyorlar onu qısaca? Burada Elbrus müəllim xərcləmək getdi. Biz o Elbrus'un xərclədiyi pulu Elbrus müəllimin adını çəkmədi. Necə məsələ qura bilərik? Qutardı gitsin. Maşallah olsun hələ. 50 mən soruşacağım inşallah. Burada necə eləmişəm. Boş şeydir. İndi deyiyorum o məsələ nə məsələsi deyəndə deyəsən mənim. Buradan biz 50'nin 20%'ni tapmalıyıq. Qutardı getdi bundan da. Aydındır, maraqlıdır, çətindir. Çətinlik çəkənlərin inşallah faiz çətindir. Bəzi adamlar faiz xeyr. Mən önce artıq neçə aydır? 5 aydır, 4 aydır buradasın, elə mi? Mən gözlədim. İndi gördüm ki, artıq hazırsınız. Əslində mən sentyabrdan keçməliydim. Aydındır. İndi anladıq biraz. Görsən, o dəqiqə çöhrən dəyişir. Maşallah olsun.